İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış davam edir. Bu mərhələdə Zəngilan şəhərinə 59 ailə, 235 nəfər, Cəbrayılın Şükürbəyli kəndinə isə 97 ailə, 419 nəfər yola salınıb. Onlar Respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Zəngilan şəhərində anadan olmuşam, 3 yaş yarımında məcburi köçkün düşmüşük. 30 ildən yuxarı Sumqayıt şəhərində yataqxanada məşğullaşmışdıq. Zəngilana köçmək sevincli, qürurlu bir hissi. Şəhidlərin hamısına rəhmət eləsin. Bütün qazilərə can sağlığı olsun. Bütün müharibədə iştirak edənlərin hamısının Allah Taala canı salamat eləsin. İndi biz gedirik Zəngilana. Gedirik indi öz yerimizə, yurdumuza, sevinclə gedirik. Allah həmişə xeyirli eləsin yolumuz. Ağır günlər keçirmişik. Mən qəzalı vəziyyətdə olan binada məskunlaşmışdım. Otağa kardon döşüyüb, uşaqlarım orada yatıblar. Allah o bir köçkünlərimizə də bu günü qismət eləsin. Bundan gözəl gün ola bilməz. Həyatımda ilk dəfə ali məktəbə qəbul olanda sevinmişəm belə. Belə həyəcan hisslər keçirmişəm. Bir də indi həmin hissləri keçirirəm.